Salam, hər vaxtınız xeyir. Bu videoda sizlə natural ədədlər və kəsrlər mövzusundan qəbula düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda 200 səhifəsi olan kitabın 5də 2-si oxunduqdan sonra bu kitabın neçə səhifəsi oxunmamış qaldı? 5də 2-si oxunubsa 5də 3-ü oxunmayıb. Onda 200 ilə 5-i ixtisara apararıq 40, 40-ı da 3-ə vursaq 120. Cavab B variantı. İkinci sualda M-in neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəddir? Neyniyək? Yuxarıdan baxıram ki, 7-ni ortaq çıxarda bilərəm. 7-ni ortaq çıxarsaq, ikinci sualda 7 vurulsun M plus 4. Aşağını vurğulara ayıraq. Gəlin bu tərəfdən yazıram. M kvadrat üstəgəl 9M üstəgəl 20. Bu vurğulara ayırmağın bir neçə yol var. Yollardan da biri qayıdış üsuldur. M kvadratını yazıram M. 20-ni də yazaram 4, 5 kimi. Bunları qarşı-qarşıya vurub toplayanda ortadakını verir. Görürəm, 9M-i vurdu. 9M-i verdi 6 toplayanda. Ona görə nə edəcəm? Çarpı az. Vurğular nə olacaq? M üstəgəl 4, M üstəgəl 5. Ortadakını parçalaya da bilərdik. Vietlə kökləri tapıb əkisini də yerinə qoya bilərdik. M plus 4, M plus 5. Buradan M plus 4-lər ixtisar gedər. Onda nə qalar? 7 bölünsün M plus 5. Deyir ki, M-in neçə tam qiymətində ifadəsinin qiyməti tam ədəddir. Deməli, M plus 5-in yerinə nələr yaza bilərik? M plus 5-in yerinə 1, 7, -1 və -7 yaza bilərik. Yəni, bu 4 ədədi yoxlaya bilərəm ki, M plus 5 bu ədədləri alsa, 7-yə ifadə tam bölünəcək. Yəni, məxrəc M plus 5 7-yə tam bölünəcək və qiymət nə olar? Tam ədəd. Və bir şeyi unutmayaq. Bizim bir qaydamız var idi. Heç vaxt keçmişi unutmuruq. Yəni, bu keçmişdə bir məxrəcimiz var. Məxrəcdə M plus 4 var. Onu heç vaxt unutmuruq. Çünki biz ixtisar aparsaq belə, o əvvəl oradaydı deyə nəzərə almalıyıq. Onda qırmızı ilə bura yazıb qeyd edirəm. M üstəgəl 4 fərqlidir 0, M fərqlidir -4. -4-ü tapsaq, götürməyəcəyik. Getdik. Deməli, M plus 5 nə olmalıdır? M plus 5 olmalıdır 1, M olacaq 1 çıx 5, yəni -4. Baxın, -4-ü götürmədim bu şərtə görə. Sonra M üstəgəl 5 bərabərdir 7, M bərabərdir 7 çıx 5, 2, 2-ni götürərəm. M üstəgəl 5 bərabərdir -1, M bərabər -1 çıx 5, -6 götürərəm. M üstəgəl 5 bərabərdir -7, -7-dən də bir dənə də 5-i çıxaq, eləyər neçə? -12. Bunu da götürəcəm. M-in neçə tam qiymətində? Neçə tam qiymət oldu? 3. Sonra keçək növbəti sualımıza. Üçüncü suala baxaq. M natural ədədini 5-ə böldükdə, 5-ə böləndə qalıqda 3 alınır. M kvadrat üstəgəl 6M üstəgəl 5 ədədinin 5-ə böləndə qalıqda neçə alınır? Demək, 5-ə böləndə qalıqda 3 alınır. Belə suallarda ürəyiniz istəyən ədədi götürə bilərsiniz. Mən əsasən nəyin məsləhət görürəm? 5-ə böləndə qalıqda 3 alınan ədəd elə ədədin özü. Ədədi qalıqla eyni götürün. Onsuz 3-ü 5-ə böləndə tam hissə olmur deyə qalıq neçə eləyir? 3. M-i 3 götürsəm, 3-ün kvadratı üstəgəl 6 vur 3 üstəgəl 5 bərabər 9 üstəgəl 18 üstəgəl 5 bərabərdir 27, 5, 32. 32-ni 5-ə böləndə qalıq neçə eləyər? Qalıq 2. B variantı. Sonra baxaq 4-cü suala. 4-də bizə nə deyir? 4-də AB 2 rəqəmli ədədi üçün bu ifadə olarsa, AB hasilini tapın. Gəlin yuxarını açaq. Yuxarıda bu hissəni açaram 10A plus B minus 10B plus A. Bölünsün A üstəgəl B bərabərdir 7-yə. Məxrəcinə bir atıb çarpaz eləsək, 10A üstəgəl B çıx 10B çıx A mötərizəni açdım. Bərabərdir 7A üstəgəl 7B. 10A-dan A çıxsam 9-a üstəgəl B-dən 10B çıxsam çıx 9B bərabər 7A üstəgəl 7B-yə. Bunu da buradan davam edirəm. 9A qalsın yerində 7A-nı atıram bu tərəfə. 9A çıx 7A bərabərdir 7B plus 9B. 9A çıx 7A 2A bərabərdir 16B. Hər tərəfi 2-yə bölsəm A bərabər 8B. AB hasilini tapın, gəlin tapaq. A 8B-dir. A-nın əmsalı 1. Götürsəm A8, B-yə nə deyərəm? 1. A8, B1.
bunların niyə ancaq 8-1 götürürəm? Çünki rəqəmdir. Yəni bunun k ilə götürüb hasillərin, misillərini götürməyəcəm. 8-1, 8 ilə 1-in hasili də eləyir, elə 8. Cavab D variantı. Keçək növbəti suala. 4-dən sonra 5-ci suala. 5-də y-i tapın. Deməli, buradan nə edərəm? Birinci x-i taparam. X taparam. Bunu biraz yuxarıdan qoyum. Birinci x-i tapaq. X bərabərdir. 2 tam üstə 2. Gəlin belə eləyək. 2 tam üstə 2 neçə eləyir? 2-ni 3-ə 6, üstünə 2, 8. Üstə 8 bölünsün. 1-i 3-ə 3, üstünə 2, 5. Bölünsün 3-də 5. Üstəyə 2 tam 5-də 2. X bərabərdir. Birincini saxlayıb ikincinin tərsinə çevirsəm. 5-də 3 üstəyə 2 tam 5-də 2-ni də gəlin tam belə yazaq. 2 tam 5-də 2, 2-ni 5-ə 10, 12. Bununla bu gedər. 3-lər gedər. Qalar nə? 5-də 8 üstəyə 5-də 12. Toplayanda bizə verər 5-də 20. Bu da eləyər 4. X-i tapdıq 4. Aparıb X-i yerinə qoyaram. X-i burada 4-ü yapışdıraram. 0-da 1 vur 4. Üstə bölünsün 4 üstəyə y bərabərdir. Bununla bunu aparaq. Vergüllər getdi. Qaldı 15-də 3. 15-dən də 3 aparsam nə qalar? 5-də 1. Onu da yazıram burada 5-də 1. Çarpaz eləsəm 4 üstəyə y bərabərdir. 5 vur 0-da 1 vur 4. 5-i 4-ə 20. Onda 0-da 1-ə vursaq neçə eləyər? 2. 4 üstəyə y bərabərdir 2. Y bərabər 2 çıx 4. Yəni mənfi 2. Cavab C variantı. 5-dən sonra baxaq 6-cı suala. Ədədi 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. Tapaq. 30-a tam bölünür. 30-a bölünmə qaydası necə yazarıq? Yəni, bölünmə əlaməti olan ədədlərdən istifadə edək. Deməli, bunu çəkim aşağı. 6-da. 30-a bölünmə qaydası nə götürək 30-u? 30-u vurğulara ayıraq, əlaməti olan formada. Yazaram necə? 3 vur 10 kimi. 3-ün də əlaməti var, onun da əlaməti var. Onun əlaməti nə idi? Sonu 0-dan bitən ədədlər 10-a bölünür. Onda B neçə imiş? B 0 imiş. B-ni tapdıq 0. Bizdən onsuz A-nın mümkün qiymətlərinin cəmini istəyir. Getdik, qaldı 3. 3-ə bölünmə əlaməti. Rəqəmlərinin cəmi. Rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. İndi rəqəmlərin cəmi deyək. A, 4A, 4A, üstə gəl 8 bərabərdir. Nə? İndi rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. İndi A-nın mümkün qiymətlərinin cəmini tapın deyir. Bax, nə edərəm? 8-dən sonra 3-ə bölünən ədədləri bir-bir qoyub yoxlaya bilərəm, amma bu çox uzun olar. Ona görə mən A-dan baxıram. Məsələn, A-nın yerinə 1 qoysaq, 4A üstəyə 8 neçə eləyər? Bu ifadə olar. Buradan yazıram, 4A üstəyə 8. 12. Deməli, 1-i götürəcəm. 2 qoysam. 4 vur 8, 4 vur 2, 8, üstünə 8, 16. Bunu götürməyəcəm. 3-ü qoysam. 4 vur 3, 12, üstə 8, 20. 3-ü götürməyəcəm. 4-ü qoyanda eləyər 16, 8, 24. 4-ü götürəcəm. 5-i qoyanda 4-ü 5-ə 20, 28, 5-i götürməyəcəm. 6-ını qoyanda 4-ü 6-ya 24, üstünə 8, 32 götürməyəcəm. 7-ni qoyanda 4-ü 7-yə 28, üstünə 8, 36, 36-nı götürürəm. 7-ni, 8-i və 9-u da yoxlayaq. 8-i qoyanda eləyər 44, 9-u qoyanda isə eləyər 52. Bunlar da bölünməyəcək və buradan o tərəfə rəqəm qoymayacağım. Çünki biz bilirik ki, rəqəmlər 0-dan 9-a qədərdir. Yəni, hansı ədədlər oldu? 1, 4, 7. Bunların da bizdən cəmi istəyir. 1 üstəyə 4 üstəyə 7. Cavab 12. B variantı. Baxaq 7-ci suala. 7-də deyir, n natural ədədi üçün əkob, bu əbob ifadəsi verilir. Bizdən əkobu istəyir. Gəlin tapaq. Necə taparıq? Deməli, birinci nə edərəm? Hər iki ifadədə, həm burada, həm də burada mən nə görürəm? Ortaq n var. İkisindən də n-i ortaq çıxarsam, onlar nə? N vurulsun əbob. 2n kvadratı plus n-lə n-i götürdüm, qaldı 2n plus 1 və 2n plus 3. Bu da elədir, n kvadratı çıx 5n plus 9. Bu da nədir? 2n plus 1, 2n plus 3 tək ədədlər. Tək ədədlərin əbobu 1. Onda nə olacaq? N kvadratı çıx 5n
plus 9 bərabərdir. N vur 1-ə, yəni sadəcə n-ə. Buradan da nə edərəm? N atıram sol tərəfə. N kvadratı çıx 5n plus 9 çıx n bərabər 0. N kvadratı çıx 6n üstəgəl 9 bərabər 0. N çıx 3-ün kvadratı bərabər 0. Bu da n çıx 3 0-dırsa, n də 3 imiş. N3 tapdıq. Bizdən əkob istəyir. 3 yerinə qoyaram. 3 istəyir 2, 5. 3 istəyir 5, 8. Yəni əkob 5, 8. 5 ilə 8-in əkobunu neçə eləyir? 40. 5 vur 8. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. 8-ci sual. Məxrəci 3000-süz olan düzgün kəsirlərdən neçəsini sonunu onluq kəsir şəklində göstərilə bilər? Bu hazır düstur idi. Nə edirik? 3300-ü vurğulara ayırırıq. Vurğulara ayırsaq 2 qalır 1650. Bunu bir də 2-yə qalacaq 825. Bunu bölək 825 3-ə bölünər. 3-ə böləndə 200 deməli 75. Bunu da neçəyə bölünər? 5-ə bölsək 275-i 5-ə eləyər 55. 275-i 5-ə 55. Bir dənə də 5-ə 11. Bir də 11-ə 1. Demək 3300 necə yazılır? Bərabərdir 2 üstü 2, 3, 5 üstü 2, 11 üstü 1. Bir dənə baxıram. Buradan neçəsinin sonunu onluq kəsir şəklində göstərilə bilər. Gəlin bunu sayaq. Bu necə sayırdıq? Demişdik ki, məxrəci yəni 2, 5 olarsa bunları sonunu onluq kəsir şəklində göstərilə bilərik. Baxıram ki, ancaq 2-lər, 5-lər mənə lazımdır. Əgər məxrəcdə 3 ilə 11 varsa bunu göstərə bilmərəm. Buna görə də həmişə bu tipli suallarda nə edirdik? 2 üstü 2-ni götürürəm, 5 üstü 2-ni götürürəm. Qalanları tullayırdım. Məxrəcdə 3 varsa göstərə bilmərəm, 11 varsa göstərə bilmərəm. Ancaq 2 5-dən ibarət olmalıdır. Bunu da hesablayanda 2 üstü 2 4 vur 25 100, amma düzgün deyir. Buradan da 1 çıxırıq. 1 çıxmaq səbəbimiz nədir? Çünki 3300-dür. 3300-dür. Burada əgər 3300-də 3300 olarsa, bu düzgün olmayacaq. Amma sonunu onluq kəsir şəklində göstərmək olar, amma düzgün deyil. Qalan 99 dənəsində 3 ilə 11 ixtisar gedər. Bunu sonunu onluq kəsir şəklində göstərmək olar. Cavab A variantı. 8-dən sonra 9-cu sual. M üstəgəl n 56 və əkob mn 105 şərtlərini ödəyən mn natural ədədlərinin kiçiyini tapın. Tapaq. Deməli, m ilə n-in cəmi 56-dır. Bunların əkobu isə 105-dir. Əkobu 105-dir. Əkob m-in. Gəlin 105-i vurğulara ayıraq. 105 necə vurğulara ayrılacaq? Ayrım 105-i olacaq 3-ə. 3-ə böləndə 35, 5-ə, 7, 7, 1. Deməli, 105 necə yazılacaq? 105 yazılacaq 3 vur 5 vur 7. Bu da nə deməkdir? Mn. Yəni mn-in içərisində ən az bu 3, 5, 7-dən biri olmalıdır. Buradan da mən nə edərəm? 56 neçəyə bölünür bu ədədlərdən? 3-ə, 5-ə, 7-yə. Yəni niyə baxıram buna? Məsələn, tutaq ki 56 3-ə bölünsə, deməli m və n-də hər ikisində 3 ola bilər. Yəni bu formada axtaracağam. Fikir verirəm ki, yəni burada 7. M üstəgəl n 56 7-yə bölünəndə 9 dəfə düşür. Deməli, m də n-də yəqin ki 7-yə bölünən bir ədəddir. Hər ikisində 7 var. Qalır 3 ilə 5. 3 ilə 5, 3-ü 1-ə, 5-i də 1-ə tullayanda yoxlayacağam. Görürüm tutarmı? Hətta məsələn belə də ola bilər də 7, 3, 5. 7, 3, 5 yoxlayarıq. Amma hesablayanda cəmi 56 verməz. Çünki əkobda nə idi? Əkobda bunların, tutaq ki 7, 3 bura 5 yazıram. Həm 7-ni götürürdük, 3-ü götürürdük, 5-i götürürdük, vururduq bir-birinə. Niyə? Çünki əkobda tutaq ki, açılış formasındadırsa 7-lərdən böyüyü, yəni çox olanı, onsuz bir dənədir. 5-lərdən çox olanı, 3-lərdən çox olanı. Məsələn, burada 3 yoxdur, 3 üstü 0-a görə. Burada nə edirdik? Çox olanı, yəni 3-ü götürərdik. İndi baxıram ki, 56-ya görə ortaq 7 çıxardım. Nə qaldı? 7-ni işlətdim. Qaldı 3-dən 5. Qaldı 3-dən 5, 3-ü bura, 5-i bura yazanda 21 və 35, həqiqətən də cəmi bunun 56 verər. 21 üstəlik 35, cavab 56. Mn natural ədədlərdən kiçik neçə imiş? 21. A variantı.
Keçək 10-cu suala. 10-cu sualda bizə nə deyir? Ədədlərin, sadə vurğuların sayını tapın. Gəlin tapaq. Necə taparıq? Birinci, baxıram ki, 57, 38 hər ikisi də 19-a bölünən ədəddir. Ona görə 57-ni yazaram necə? 19-un kvadratı vur, 3-ün kvadratı vur, 19-un kvadratı. Daha rahat yazım deyə. 3 vur 19, 57 verir axı bizə. Üstə gəl, 38-i necə yazarıq? 2-nin kvadratı vur, 19-un kvadratı. Hər ikisindən də 19-u ortaq çıxarsaq, n bərabərdir 19-un kvadratı vurulsun. 3-ün kvadratı üstəyər 2-nin kvadratı. Bu da eləyir 19-un kvadratı vurulsun. 3-ün kvadratı 9 üstəyər 4 eləyər 13. Sadə vurğularının sayı 2 dənə burada, bir dənə də burada, elədir 3 dənə. D variantı. Baxaq 11-ci suala. Natural A və B ədədləri üçün A böl B 3 və əkyob AB 75 olarsa, əbob AB-ni tapın. Gəlin tapaq. Deməli, A və B ədədləri üçün A böl B bərabərdir 3, düzdürmü? Əkyob AB 75-dir. Neynəyərəm buradan? A böl B 3 məxrəcdən bir atıb çarpaz eləsəm A bərabər 3B olar. Getdik. Əkyob AB 75-dir. Onda əkyob AB. A-nın yerinə nə yazaram? 3B, B bərabərdir 75. Buradan da ortaq çıxaraq. Ortaq B-ni çıxaraq, B vurulsun, əkyob, B vurulsun, əkyob, 3, 1, bərabərdir 75. 3-dən 1-in əkyobu 3, deməli 3B bərabər 75, B də bərabər 25 olurlar. B-ni də tapdıq 25, keçək əbob AB-yə. B 25-dirsə A nədir? A da 3B idi axı. Yəni A da oldu 75. Deməli 75 ilə 25-in əkyobu 75, əbobu isə eləyər 25. Çünki biri digərinə bölünür. Baxaq 12-ci suala. A parametrinin müsbət qiymətində tənliyin yeganə həll olar. Maraqlı sualdır. Baxıram, burada K kubu çıx 27-ni mən necə yazıram? Əbob K kubu çıx 27 nədir? 3-ün kubu. Kubular düsturu ilə açaram. K çıx 3 vurulsun. K kvadratı plus 3K plus 9. Və K kvadratı plus 3K plus 9 bərabərdir AK çıx 16. Bu hissədən K kvadratı üstəyər 3K üstəyər 9 ortaq çıxarsaq, onlar K kvadratı üstəyər 3K, hər ikisində var eyni şey. K kvadratı üstəyər 3K üstəyər 9 vurulsun əbob, bunu mötərizəyalım, əbob nə qaldı? K çıx 3 ilə 1 bərabərdir AK çıx 16. Deməli, buradan nə görürəm? Yəni, K çıx 3 ilə 1. Yəni, 1 ilə hər şeyin əbobu nədir? Elə 1. Ona görə bu hissə bizə 1 verdi. Qaldı K kvadratı üstəyər 3K plus 9 bərabərdir AK çıx 16-ya. AK çıx 16-nı atıram sol tərəfə. K kvadratı üstəyər 3K üstəyər 9 çıx AK plus 16 bərabərdir 0. Buradan da K kvadratı üstəyər. Bu ikisini bir qruplaşdırıram. K vurulsun 3K və yaxud 3 A vur K. Yəni K-nı ortaq çıxardım da onlardan. 9 ilə 16 bizə verəcək 25 bərabər 0. Tənliyin yeganə həllidir. Artıq tənliyə gəldik. Yeganə həll nə idi? D bərabərdir 0. Yəni bunun kvadratı B kvadratı çıx 4AC bərabərdir 0. 3A kvadratı çıx 100. İstəsək bunu aça da bilərik. A parametrin müsbət qiymətidir. İstəsək aça da bilərik, ya da bunu sağ tərəfə atıb da həll edə bilərik. Baxıram ki, 3-ün kvadratı 9 çıxılsın 6A üstəyər A kvadratı çıx 100 bərabərdir 0. A kvadratı çıx 6A üstəgəl 91 bərabərdir 0. Çıx 91 bərabərdir 0. 9-dan 100 hesabladım. A1 üstəyər A2 bərabərdir 6. A1 vur A2 bərabərdir mənfi 91. A1 bərabərdir. Deməli, hansı ədədlərdir vuranda 91 eləyir? 7 ilə 13. 13 ilə mənfi 7. Bizdən də A-nın hansı müsbət qiymətidir? 13-ü götürdüm. Bu arada burada daha asan yol nə idi? 3x kvadratı 100, 3x bir dəfə 10, bir dəfə mənfi 10-a bərabər eləyərdik. Daha qısa olardı. A1 13-dür. İndi A-nı 13 tapdım. A-nı 13-ü yerinə qoyub, indi gedib K-nı da tapmalıyıq. Baxın, 13 var əlimizdə. Tənliyi yazaq. K kvadratı. Tənliyimiz nədir? Üstə gəlir. Baxın bura.
k kvadratı üstəgəl 3 çıx a vur k üstəgəl 25 bərabər 0. Buradan k kvadratı üstəgəl 3 çıx a. A neçədir? 13. 3 çıx 13 neçə edir? 3 çıx 13 mənfi 10. K üstəgəl 25 bərabərdir 0. K çıx 5-in kvadratı bərabərdir 0. K çıx 5 bərabərdir 0. K da bərabərdir 5. K-nı tapdıq, A-nı tapdıq. İndi bizdən bunların əkobunu istəyir. 13 çıx 5 və 13 üstəgəl 5. 13 çıx 5 eləyir 8. Əkob 8 ilə 13 üstəgəl 5, 18-i tapaq. Buradan da 2-ni ortaq çıxarsaq 2 vurulsun əkob 4 ilə 9. 4 ilə 9-un əkobu bunların hasili 36. Onu da 2-yə vursaq eləyər 72. Cavab C variantı. Baxaq 13-cü sualla. 13-də neyniyərik? Bu tipi suallarda demək olar ki, açırıq, tökürük cavab çıxır. M-ni açaram 10m üstəgəl n üstəgəl n-mi açaram 10n üstəgəl m böl. M-ni açaram 10m üstəgəl n çıx n-mi açaram 10n üstəgəl m amma mötərizədə. Bərabərdir 11 böl 5. Gəl mötərizəni də buradan birbaşa açaq. Nə olar? Mötərizə yazmışdım axı. Plus. Bu mənfi bura neyniyər? Minus eləyər. Mötərizəni sildim. Deməli, buradan sərgəyə salsaq 10m, m, 11m üstəgəl 11n böl 10m çıx bir dənə m. 9m, n-dən də 10-un çıxanda eləyər çıx 9m bərabər 11 böl 5. Gəlin, bunu çarpaz eləməmişdən qabaq yuxarıdan 11-i çıxaraq, ixtisar eləyək, sonra çarpaz eləyərik. 9 vur m çıx n bərabərdir 11 böl 5. 11-lər gedər, indi çarpaz eləsəm, burada nə qaldı? 1. 5 vur m plus n bərabərdir 9 vur m çıx n. Yəni 9m çıx n bərabərdir 5 vur m plus n. Bunu da həll edəsək 9m çıx 9m bərabər 5m üstəgəl 5n. 5m-i tullayaq sola. 9m çıx 5m bərabərdir 5n plus 9n. 4m bərabərdir 14n. 2m bərabərdir 7n. m 7, n də olar 2. M7, n də bərabərdir 2. Bizdən nə istəyir? M-ni tapın. M-n, yəni 7, 2, 72. A variantı. 14-cü suala baxaq. 2 natural ədədin cəmi 221-dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə qismətdə 4, qalıqda 1 alınır. Ədədlərdən böyüyü tapın, gəlin tapaq. 2 ədədim var, 2 natural ədəd. Bunların cəmi 211-dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə, tutaq ki, x böl y böldükdə qismətdə 4, qismət 4, qalıqda isə 1 alınır. Deyir, ədədlərdən böyüyünü tapın, tapaq. Mən buradan nə edirəm? X bərabərdir, bölən vur qismət, üstəgəl qalıq. Aparıb yerinə qoyaram, x üstəgəl y 211 idi axı. X-in yerinə 4, y üstəgəl y bərabərdir 211-ə. 5y bərabərdir 211-dən birini çıxsam 210, bu 1 atmaq sağ tərəfə. Y də bərabərdir 42. Y 42-dirsə, x-i də tapmaq üçün nə edərəm? 4 vur 42 üstəgəl 1. 4-ü 42-yə 168, üstünə 1, 169. Cavab Y variantı. 15-ci sualda n ədədini 35-ə böldükdə natamam qismətdə m. Deməli, n-i 35-ə böldükdə natamam qismətdə m. Qalıqda isə m kubu alınır. Qalıq m kubu alınır. N-in ən böyük qiymətini tapın. N-in ən böyük qiyməti üçün biz m-ə ən böyük qiymət verməliyik. Biz də bilirik ki, qalıq böləndən kiçik olmalıdır. Yəni m kubu nədən kiçik olmalıdır? 35-dən. N-ə ən böyük qiymət demək üçün m-ə nə edərəm? Ən böyük ədəd deyərəm. 35-dən kiçik. Ən böyük kubu olan hansı ədəd var? Yəni m kubu ən kiçik neçə, ən böyük neçə olar? Bağışlayın. Çünki m böyük olsa, m böyük olsa, n də, n da böyük olar. M kubu 35-dən kiçikdir. 35-dən kiçik ən böyük ədəd kubu verən 27. M neçə elədi? 3. Yəni biz m-ə 3 desək, həm 35-dən kiçik olub qalığa uyğun olar, həm də n böyük qiymət alar. Düzdür, 1-2 də deyə bilərəm, amma 1-2-də n daha kiçik alar. M 3-dür, 3-ü yerinə qoyaq. 3, qalıq 3-ün kubu 27. M böl 35 bərabərdir. Buradan da m bərabərdir. Bunu buna vuracam. 3 vur 35 plus 27. 3 35-ə 105. Üstünə də 27 gəlsəm eləyər 132. Bu qədər.
Cavab 132. Bunun da rəqəmlərin cəmini istəyir. 1 üstəgəl 3 üstəgəl 2. Cavab neçə eləyir? 6. A variantı. Baxaq 16-cı suala. 16-da deyir, ardıcıl cüt natural ədədlərdir. Əkab MN-i tapın. Hə, bu rahat sualdır. Niyə? Deməli, A 5n, B 3n plus 6, C 6n çıx 4-dür. Nə görürəm? Yəni, A 5n-dir, düzdürmü? B, bunlar ardıcıl cüt ədədlərdirsə, nə olacaq? Bu A-dan 2 vahid, bu isə A-dan. Yəni, bu da B-dən 2 vahid, yəni A-dan 4 vahid. A üstəgəl 2-dən də 2 vahid çox olmalıdır. Olacaq A plus 4. Düzdür? Yəni, bunlar arasında əlaqəni buradan görə bilərik. Bu A-dır. Bizdən M və N istəyir. Baxın, nə edərəm? Birinci N-i taparam. N-i tapmaq üçün mənə lazımdır. N-lə olanları əlaqələndirək. C nəyə bərabərdir? C bərabərdir A plus 4. Yəni, 6n çıx 4 bərabərdir A plus. Yəni, 5n A plus 4. 5n atıram sol tərəfə. 6n çıx 5n bərabər 4 üstəgəl 4. N bərabər 8. N-i 8 tapdım. Keçək. N-i 8 tapandan sonra M-i tapaq. N 8-dirsə A neçədir? 8 vur. 5 vur 8, 40. A 40-dırsa B də neçədir? B A-dan 2 vahid böyük axı. Yəni 42 olar. Onda 3n plus 6 B-ni bunu bərabər eləyərəm 42-yə. 3n bərabərdir 42 çıx 6. 3n bərabərdir 36. M də bərabərdir 12. M 12, N 8. Bunların əkobunu istəyir. Əkob 8, 12, 12, 8. Buradan hər ikisindən ortaq 4-ü çıxaraq 4 vurulsun əkob 3, 2. 3, 2-nin əkobu 6. 4-ü də 6-ya vursaq eləyər 24. Y variantı. Baxaq 17-ci suala. A və B rəqəmləri üçün uyğunluğu müəyyən edin. Gəlin müəyyən edək. Deməli, birincidə. Yenə bunu nə edərik? Bu tipli suallar görən kimi açırıq, tökürük, cavab çıxır. Deməli, 1. Açıram. 1-i açsam, necə açıram? 10A üstəgəl B çıx 10B plus A. Mötərizdə yazmıram. Bunun əvəzinə elə birbaşa 10B çıx A yazıram. Bərabərdir 4A çıx 3B. Buradan da 10A'dan A çıxanda 9A. B'dən 10B çıxanda çıx 9B. Bərabər 4A üstəgəl 4A çıx 3B. 4A-nı sola, 9B-ni sağa ataram. 9A çıx 4A bərabər mənfi 3B plus 9B. 5A bərabərdir 6B. Buradan da A 6, B 5 olar. A bərabər 6, B bərabərdir 5. Baxıram, 1-ə nə uyğun gəlir? 1-ə A uyğun gəlir. A 6-dır, B 5-dir. 1-ə A, sonra görüm nə var. Bunların fərqi 2 deyil. Bunların cəmi, bağışlayın, 1-ə A nədir? Estağfurullah. 1-ə Y uyğun gəlir. 6 ilə 5 toplayanda 11 verir. 1-ə Y uyğun gəlir. Y-ni sildim. 6 ilə 5-in fərqi də bura uyğun deyil. Baxıram ikinciyə. İkincidə AB. AB-ni açaram. 10A üstəgəl B bərabər 4A üstəgəl 8B. B-ni sağa, 4A-nı sola ataram. 10A çıx 4A bərabər 8B çıx B. 6A bərabər 7B-yə. A 7, B oldu 6. A 7, B 6. Bunların cəmi 13-dür. 2-yə A. Fərqinə aid burada heç nə yoxdur. Yenə 3-ə baxıram, 3-ü açaram. Deməli, bu 3-ü açsaq. A, B, 3. Bunu açmaqdan daha qısa bir yolu var idi. Qısa yolunu yazaram. Çıxılsın A, B. Yəni, bayaqçılar kimi bunu da açsaq cavab çıxır, amma açmaq əvəzinə necə yazaram? 228. Deməli, 3-dən nəyi çıxsaq? 220. Bizə 3-dən nəyi çıxsaq 8 verir. Yəni, 3-dən B çıxanda 8 alınır axı. 3 çıxanda nə bizə 8 verir? Dedik ki, yəqin ki, bu 5 imiş. B neçə imiş? 5 imiş. 3 çıx 5 bizə 8 verir də. 3-dən normalda bir şey çıxanda vermir. O gedir qonşuya. Qonşudan 1 alır. Olur 13. 13-dən də 5 çıxanda bizə 8 verir. B-ni tapdıq. Onda yazıram A, 5, 3. Çıx. A, 5. Bunun xəttini qoyum. Bərabərdir 228-ə. Demək, 3-dən 5 çıxdıq. Elədi neçə? 8. Düzdür? 5-dən artıq bir vahid götürdüm axı. 3-dən 5 çıxa bilmək üçün. Bu oldu neçə? 4.
İndi mən 4-dən nə çıxsam mənə 2 verər. Deməli A-da neçə imiş? A-da 2 imiş. A-nı da tapdıq 2. Burada 2 imiş. A2, B5. Bunların cəmi 7-dir. Bunların fərqi 3-dür. Bura həm də D uyğun gəldi. Ya da açıb töküb də cavabı çıxarda bilərdik. 17-dən sonra baxaq 18-ci suala qarşılıqlı sadə ədədləri üçün. Deməli, burada nə edirəm? A ilə B qarşılıqlı sadə ədədlərdir. Bax, qarşılıqlı sadə ədədlərdirsə, 22 ilə 58-i, yəni 2-yə ixtisar aparıram. Hər tərəfi 2-yə bölsəm nə qalar? 11 vurulsun 4x sıx 3 bərabərdir. 29 vur 3y plus 2. Qarşılıqlı sadə olması üçün mən bunları ixtisar apardım. Deməli, 11-i hansı sadə ədədə vuranda 29-a, yəni 29 vur bu ifadəyə bərabər olar? Deməli, bura necə imiş? 11 vur 29, 29 vur 11. Bizim standart qaydamız var idi də. 4x sıx 3 bu hissəni 29-a, bu hissəni isə nəyə bərabər eləyirdik? 11-ə. 4x sıx 3 bərabər 29, 4x bərabər 32, x bərabər 8, 3y üstəyə 2 bərabərdir 11, 3y bərabərdir 9, y bərabərdir 3. Hasilini tapın. 3 vur 8, 24. D variantı. Baxaq 19-cu suala. Ədəd elə 3 natural ədədin cəmindən ibarətdir ki, onların birincisi 57-yə, çox bəsit sual. Deməli, birincisi 57-yə bölünür, ikincisi 24-ə, üçüncüsü 19-a bölünəndə alınan qismətlər bərabərdir. Alınan qisməti 1 götürsəz, ədədlər elə 57, 24, 19 olar. Bunun verilmiş ədədin, ədəd bu üçünün cəmidir axı, bunları toplasaq neçə eləyər? Deməli, 9, 7, 4, elədi 0, 5, 2, 3, 100. 100 eləyir də, deyəsən bu 70, 81, 19, 100. Sonuncu rəqəmini tapın deyir. Burada cavab B variantı olmalıydı. Bu qədər. Bu videodan natural ədədlər mövzusundan da bu qədər. Çalışın ki, qəbula qədər bu sualları mütləq işləyin. Aralarında tez-tez oxşar, təkrar suallar olur. Sağ olun, imtahanda hamınıza uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın.